Sakit Okean hövzəsinə aid olan boğazlarla tanış olaq. Bering boğazı müvafiq olaraq Çukot dənizi və Bering dənizlərini birləşdirir. Çukot yarımadası və Şimali Amerikanı ayırmaqdadır. Tatar boğazı Oxot və Yapon dənizlərini birləşdirir. Saxalin və Avrasiya materikini ayırmaqdadır. Daha sonra Kuril adaları ilə Kamçatka yarımadası arasında Kuril boğazı yerləşməkdədir. Müvafiq olaraq Oxot dənizi ilə Sakit Okeanı birləşdirməkdədir. Laperuz boğazı Saxalin və deməli Yapon adalarını ayırmaqdadır. Müvafiq olaraq Yapon və deməli təqribi olaraq Oxot dənizini birləşdirməkdədir. Kunaşir boğazı yerləşir Kuril adaları ilə Yapon adalarının arasında. Deməli Oxot dənizi ilə Sakit Okeanı birləşdirməkdədir. Sungar, Sangar boğazı deyirlər. Deməli Yapon adalarından Hokkaido və Honshu ayırmaqdadır. Koreya boğazı Yapon adaları ilə Koreya yarımadasını ayırmaqdadır. Tayvan boğazı Tayvan adası ilə materik arasında yerləşməkdədir. Müvafiq olaraq Şərqi Çin dənizi və deməli Cənubi Çin dənizini birləşdirir. Deməli Hainan adası və materik arasında Hainan boğazı yerləşməkdədir. Deməli Başı boğazı yerləşir Filippin adaları ilə müvafiq olaraq deməli Tayvan adasının arasında. Müvafiq olaraq Zond boğazı yerləşir. Sumatra və Yava adasını ayırmaqdadır. Sakit Okean hövzəsi ilə Hind okeanını birləşdirməkdədir. Daha sonra bu hissədə yerləşir Makassar boğazı. Bu müvafiq olaraq Sulawesi və Kalimantan adalarını ayırmaqdadır. Daha sonra Molluk boğazı yerləşir Sulawesi və Molluk adalarını ayırmaqdadır. Torres boğazı Cape York yarımadası ilə deməli Yeni Qvineya adasını ayırır. Ümumilikdə deməli Mərcan və Arafur dənizlərini birləşdirməkdədir. Bu hissədə ən əsas Malakka boğazı yerləşməkdədir. Deməli Yava dənizi ilə Andaman dənizlərini birləşdirir. Ümumilikdə Sakit Okean hövzəsi ilə Hind okeanı hövzəsini birləşdirir. Malakka yarımadası ilə Sumatra adasını ayırmaqdadır. Deməli Kalimata boğazı müvafiq olaraq bu Yava dənizinin arasında yerləşir. Kalimantan və Yava adalarını ayırmaqdadır. Deməli daha sonra tanış olaq. Cook boğazı müvafiq olaraq Yeni Zelandiya adasının şimal adası ilə Cənub adasını ayırmaqdadır. Bu hissədə deməli Bass boğazı yerləşir. Tasmaniya adası ilə Avstraliya materikini ayırmaqdadır.